Baxın, burada bu kəlamda deyir ki, çünki Allahdan doğulan hər kəs dünyaya qalib gəlir. Bizə dünya üzərində zəfər qazandıran öz imanımızdır. Dünyaya qalib gələn kimdir? Əlbəttə ki, İsa'nın oğlu olmasına inanan. Biz Allahdan doğulanlar dünyada nə varsa hər birinə qalib gəldik. Nə varsa. Və bunu nə ilə qalib gəlirik? Öz imanımızla. Və biz həqiqətən inanırıq ki, İsa Məsih yer üzünə bizim üçün gəldi, çarmıxa bizim üçün getdi və bizim hər bir dünya həyatımızı tamamilə əlimizdən aldı. Və biz iman edirik. Və bizim imanımız həqiqəti car çəkən bir imandır. O iman ki, hər şeyin cavabını verir. Yəni qələbiyə aparır. Mən də dua edirəm, ya Rəbb, əziz ata, bizə, ailələrimizə və yan-yörəmizə xeyir-dua verdiyin üçün sənə minnətdarıq, ya Rəbb. Qoy ata, bu yaşamda hər birimizə mane olan hər bir ruh bağlansın. Biz hər birimiz qalib gəldiyimiz bəyan edək. Həyatımızın hər sahəsində qələbəni iddia edək. Bugün bəlkə ədalətsizliyin içindəyik. Ancaq bu ədalətsizliyi biz qəbul etmirik. Və bütün ədalətsizliyin formalarından qurtulmağı seçirik. Və həyatımızı sənin iradənlə uyğunlaşmağa buraxırıq İsa Məsih ismi ilə. Bağışlanmağımız sənin tərəfindən, sevgimiz, qapıların açılması, hər bir vəziyyətə görə sənə təşəkkür edirik. Və bizim ailələrimizi və yan-yörəmizi və özümüzü qoruyub saxladığına görə, təmin etdiyinə görə və bunların günü-gündən də davam etdiyinə görə sənə İsa Məsih adı ilə amin deyirik və imanla inanırıq. Bu həqiqətən bizim həyatımızın bir parçasıdır. İsa'nın ismində və adında. Sən şükürlər olsun, ya Rəbb, sən bizi qaranlıq dünyadan aldın. Sən bizə elə bir həyat verdin ki, ya Rəbb, elə bir həyat bəxş etdin ki, sən bizə. Bu ancaq və ancaq səni tanıyanlara verilir. Səni dərk edənlərə verilir. Qoy bizim imanımız səni daimi şərəfləndirsin. Qoy bizim imanımız şəfa gətirsin. Rahatlıq gətirsin. Ya Rəbb, qoy bizim imanımız o qədər güc sahibi olsun ki, ya Rəbb, başqaları da bu gücü bizim həyatımızda görə bilsin. Elə bir güc ver ki, ata bizə, elə böyük bir iman ver ki bizə. Biz bu səndən aldığımız bu gözəlliyi başqaları ilə bölüşə bilək. Bu imanı paylaşa bilək. Səndən istəyib, səndən diləyirik, ya Rəbb. Xeyir-dualı ata. Minnətdarıq sənə, ata. Ya Rəbb, sən bizim ürəyimizlə danışırsan. Sən bizim ürəyimizi qoruyursan. Sən hər zaman bizimləsən. Ya Rəbb, sənə həmd edirik. Çünki sən layiqsən. Dünyanın içində olan hər bir şeyi sən yaratdın. Sən həyat verdin. Ya Rəbb, haqq yollarını sən bizə göstərdin. Minnətdarıq sənə. Bizi seçdiyin, qaranlıqlardan qurtardığın üçün sənə təşəkkür edirik. Günahlarımızı bağışladığın üçün, ruhumuzu bərbə etdiyin üçün sənə minnətdarıq. Çünki sən və sadəcə sən izzətə, şərəfə, tərifə layiqsən. Qoy bütün yer üzü, yaşadığımız bu aləm, bu torpaqda yaşayan hər bir kəs, ölkəmizdə, dünyamızda fərq etməz, ya Rəbb. Hər bir kəs, ata, sənə itayət etsin. Bütün məhkəmə zalları, hökumət zalları, evlərimizin içi sənin, ata, mənbələrinlə dolsun. Ya Rəbb, qoy hər bir şey sənə tərif versin, ata. İsa'nın ismində və adında. Halleluya. Sənə şükürlər olsun. Sənə izzət olsun.